1 Mart 2026-cı il saat 09:45 -4 dərəcə şaxta. Gecə saatlarında görülmüş tədbirlər nəticəsində 19 nömrəli xüsusi təyinatlı yol istismar MMC-nin balansında olan Şamaxı rayon Əngəxaran, Məlhəm, Çuxuryurt, Nağarxana, Dəmirçi və Abaxıl kənd yollarında avtomobillərin hərəkəti üçün heç bir məhdudiyyət yoxdur. 1 Mart 2026-cı il saat 09:11 -3 dərəcə şaxta. 19 nömrəli xüsusi təyinatlı yol istismar MMC-nin xüsusi təyinatlı texnikası və işçi heyəti Şamaxı rayon Sis, Valeyqur, Keçmədir, Qaradərəsi yollarını qardan təmizləyir, yola qum-duz qarışığı səpir. 1 Mart 2026-cı il 08:30 -4 dərəcə şaxta. 19 nömrəli xüsusi təyinatlı yol istismar MMC-nin xüsusi təyinatlı texnikası və işçi heyəti Şamaxı rayon Abaxıl kənd yolunu qardan təmizləyir və yola qum-duz qarışığı səpir. Bir Mart 2026-cı il saat 07:50 -4 dərəcə şaxta. 19 nömrəli xüsusi təyinatlı yol istismar MMC-nin xüsusi təyinatlı texnikası və işçi heyəti Şamaxı rayon Dəmirçi kənd yolunu qardan təmizləyir, yola qum-duz məhlulu səpir. Bir Mart 2026-cı il saat 09:55 -2 dərəcə şaxta. 19 nömrəli xüsusi təyinatlı yol istismar MMC-nin xüsusi təyinatlı texnikası və işçi heyəti Şamaxı rayon Cabanlı, Həmiyəli, Çaylı, Qonaqkənd kənd yollarını qardan təmizləyir və yola qum-duz qarışığı səpir. 1 Mart 2026-cı il saat 05:45 -2 dərəcə şaxta. Tərəfimizdən gecə saatlarında Bakı-Şamaxı Yevlax magistral yolunun 105-120-ci kilometrliyinə baxış keçirilmişdir və yolun hərəkət hissəsində buzlanma qeydə alınmışdır. 19 nömrəli xüsusi təyinatlı yol istismar MMC-nin xüsusi təyinatlı texnikası vasitəsilə yola qum-duz qarışığı səpilmişdir. Hal-hazırda avtomobillərin hərəkəti üçün yolda heç bir məhdudiyyət yoxdur. Sahə rəisi Şahin Rəzəbov. 1 Mart 2026-cı il saat 06:40 -3 dərəcə şaxta. 19 nömrəli xüsusi təyinatlı yol istismar MMC-nin işçi heyəti və xüsusi təyinatlı texnikası Şamaxı rayon Əngəxaran, Məlhəm, Çuxuryurt kənd yollarını qardan təmizləyir və yola qum-duz məhlulu səpir. Bir Mart 2026-cı il saat 06:50 -4 dərəcə şaxta. 19 nömrəli xüsusi təyinatlı yol istismar MMC-nin xüsusi təyinatlı texnikası və işçi heyəti Şamaxı rayon Nağarxana və Pirqulu kənd yollarını qardan təmizləyir, yola qum-duz qarışığı səpir.